Bu gün artıq qalma məsələlərinin həllini izah edəcəm. Sadədən mürəkkəbə doğru sualları sıralamışam. İlk sualımız belədir. Suyun alınma reaksiyasına əsasən bərabər kütlədə götürülmüş hidrogen və oksigenin tam reaksiyasından 54 qram su alınmışdır. Artıq qalan hidrogenin kütləsini müəyyən edin. İlk işimiz nədir? Reaksiya tənliyini yazmaqdır. Reaksiya tənliyini yazırıq. Hidrogen və oksigen alınır su. İkinci işimiz mütləq ki, reaksiyanı əmsallaşdırmaqdır. Zaten bizim reaksiyamızda əmsalları verib qeyd edirik. Amma verməsəydi özümüz mütləq əmsallaşdırmalıyıq. Yoxsa məsələmiz düzgün alınmaz. Aha, bizə məsələdə qeyd edir ki, hidrogen və oksigen bərabər kütlədə götürülmüşdür. Neçə qram götürüldüyünü bilmirik. Sadəcə bilirik ki, bərabər kütlədə götürülüb. O zaman hər ikisini məchul formada götürək. A qram hidrogen götürmüşük, A qram da oksigen götürmüşük. Və deyir ki, bu reaksiyadan 54 qram su alınmışdır. Aha, suyun üzərinə yazdıq 54 qram su. Qram dediyi üçün aşağılarına emirlərini yazırıq. Hidrogen emiri 2-dir, qarşısındakı əmsal 2-yə də vurduğumuz zaman 4 edir. Oksigen emiri 32-dir, əmsalına vurduq 1 etdi. Suyun emiri 18-dir, qarşısındakı 2-yə də vurduğumuz zaman 36 qram edəcək. Aha, bunları yazdıq. Biz görürük ki, belə üçlü bir tənasüb alındı. Lakin biz ikili tənasüb həll edirik. Belə olduğu zaman nə edirik? A-za görə hesablanma aparırıq. Yəni, hidrogen və oksigen A qram götürsək də başlanğıcda hər ikisini. Bunlardan biri tam sərf olunmur. Yəni, A qram götürmüşəm, A-nın müəyyən qədəri reaksiyaya daxil olub, müəyyən qədəri artıq qalıb. Biz indi həmin o artıq qalan maddənin hidrogenmi, yoxsa oksigenmi olmağını necə tapırıq, onu izah edəcəm. Deməli, hidrogeni neçə qram götürmüşük? A qram. Aşağısının emirini burada yazdıq müqayisə üçün. Oksigeni də A qram götürmüşdük, emirini də aşağısına, emirini deyəndə emirini yox daha doğrusu. Yəni, bu aşağıdakı rəqəmləri yazırıq ki, yəni reaksiya üzrə o qədər. Oksigen reaksiyaya girir, o qədər hidrogen reaksiyaya girir. Aha, biz görürük ki, bunları müqayisə etsək, kəsirləri müqayisə etdiyimiz zaman görürük ki, böyük tərəf A bölünsün 4-dür. Yadda saxlayırıq ki, böyük alınan rəqəm hansı maddədirsə, həmin maddə artıq qalır. Hansı maddənin ki, kütləsi kiçik rəqəm alınırsa, kiçik nisbət alınırsa, deməli, o maddəm reaksiyaya tamamilə sərf olunur. Deməli, bizdə kiçik olan oksigenə aid idi. Deməli, oksigen maddəsi tamamilə sərf olunub, artıq qalan isə hidrogendir. Bizə məsələnin şərtində zaten onu demişdik, lakin biz elə məsələlər var ki, hansı maddənin artıq qaldığını demir, onu biz özümüz tapırıq. Yəni, bu qayda ilə tapırıq. Aha, biz tapdıq ki, artıq qalan maddə hidrogendir, reaksiya tam sərf olunan maddə isə oksigendir. Aha, o zaman biz buradan bu tənasübü həll etməklə A-nı nə edirik? Hesablayırıq. O zaman A-nı hesablasaq, 36 məxrəcə 32 vur 54 də surətə çıxacaq. Buradan 9-a ixtisar getsə 4, 9-a ixtisar getsə 6, 32 ilə də 4 ixtisar gedəndə 8. 6-nı 8-ə vururam, edir 48 qram. Mən tapdım ki, başlanğıcda hidrogeni də 48 qram götürmüşəm, oksigeni də 48 qram götürmüşəm. Aha, hər ikisini 48 qram götürmüşəm. Lakin hidrogendən artıq qalmışdır. İndi biz görək, amma oksigenin hamısı, yəni 48 qramda reaksiya tam sərf olunmuşdur. İndi biz hesablayaq, görək. 48 qram oksigen reaksiyaya daxil olanda neçə qram hidrogen lazımdır ona? Yazdım X. Qram görəndə emirlər, əmsallara da vururam. Oksigen 32-dir, hidrogen də 2-dir, 2-yə də vurduq 4. Buradan tənasübdən X-i həll edirəm. Böldüyüm zaman 8, 48-i 8-ə böldüyüm zaman isə 6 alınır. Deməli, 48 qram oksigen reaksiyaya daxil olduğu zaman 6 qram hidrogen reaksiya sərf olunur. Mən isə başlanğıcda nə qədər hidrogen götürmüşdüm? 48 qram. Deməli, onun 6-sı reaksiyaya sərf olub. Neçə qramı artıq qalıb? 42 qramı. Biz tapdıq ki, artıq qalan maddə hidrogen 42 qram artıq qalıbmış. Doğru cavabımız D variantı. Növbəti bir məsələ. Yenə bərabər kütlədə götürülmüş maddələr reaksiyaya daxil olub, alüminium və
oksigendir. Reaksiya axıra qədər gedir. 51 qram alüminium oksid alınır. Reaksiya axıra qədər gedir nə deməkdir? Yəni reaksiyaya daxil olan maddələrdən biri tamamilə sərf olub deməkdir. Artıq qalan oksigenin kütləsini hesablayın deyir. Aha, görürsünüz, bayaq əvvəlki məsələdə reaksiyanı hazır vermişdi. İndi bu məsələdə reaksiyanı verməyib, biz özümüz tərtib edirik. Aha, alüminium oksigenlə reaksiya girir. İki bəsit maddə reaksiya girəndə bu birləşmə reaksiyasıdır. Birinci metalı, daha sonra oksigeni yazırıq. Alüminium sabit 3 valentli olduğu üçün 3 bura, oksigen də sabit 2 olduğu üçün 2 bura gəlir. Aha, ikinci işimiz nə idi? Reaksiyanı əmsallaşdırmaqdır. Əmsallaşdırdığımız zaman burada oksigen cüt ədəd, burada tək ədəddir. O zaman yer dəyişmə edirəm. 3-ü bura yazıram. Bu 2-ni isə bunun qarşısına yazıram. Aha. Alüminium sağda neçə oldu? 2 vur. 2 oldu. Deməli, alüminium sağda 4-dür. Sola da 4 yazıram. Aha. İndi məsələmizin şərtinə yenidən qayıdıram. Deyir, bərabər kütlədə götürülüb. Yenə bilmirəm neçə qramdır. Məhsul formada götürürəm. A qram alüminium götürüm. A qram da oksigen götürürəm. Və deyir, 51 qram alüminium oksid alınmışdır. Aha, 51 qram. Yenə aşağılarına nəyi yazacağam? Nisbi atom kütlələrini, ayrılarını vuracağam. Emerlərini vuracağam nəyə? Əmsallarına. Aha. Buradan alüminium 27-dir. 4-ü vuracağam 27-yə. Bu edəcək 108 qram. Oksigen isə 32-dir. Qarşısına da 3 var. 3-ə vurduğum zaman edəcək 96 qram. Alüminium oksidin də nisbi molekul kütləsini burada hazır şəkildə verib. 102-dir. Qarşısındakı 2-yə əmsala da vurduğum zaman 204 edəcək. Aha. Yenə əvvəlki məsələ kimi üçlü bir tənasüb alındı. Biz isə ikili tənasüb getməliyik. Deməli, baxacağıq ki, hansı azdır. Hansı rəqəmdən hansı azdırsa, deməli o maddəm reaksiya tamamilə sərf olunub. Aha, müqayisə aparaq aşağıda. Alüminium A qramdır, aşağısı 108-dir. Oksigen A qramdır, aşağısı 96-dır. Sürətləri bərabər olan kəsirlərdir. Məxrəclərini müqayisə edəcəyik. Hansı kəsirin məxrəci böyükdürsə, o kiçikdir. Deməli, A bölü 96 böyükdür. Deməli, bizdə tam sərf olunub reaksiya hansı? Kiçik olan. Kiçik olan reaksiya tam sərf olunub. Yəni, alüminium reaksiya tamamilə sərf olunub. Deməli, biz tənasübümüzü alüminiumdan istifadə edib hesablayacağıq. A-nı tapacağıq. O zaman tənasübü qursaq, A bərabərdir. Çarpaz qarşısı 204 məxrəcə. Sürətdə isə 51 vur 108 yazacağıq. Buradan həll etsək, bunu ixtisar aparanda 4 qalacaq. 108-i də 4-ə böldüyümüz zaman 2, 27 qalacaq. Biz A-nı tapdıq ki, 27-dir. Bu nə deməkdir? Yəni, başlanğıcda alüminium və oksigen 27 qram götürülüb. Yəni, başlanğıcda mən 27 qram alüminium, 27 qram oksigen götürmüşəm. Hər ikisini də bərabər götürmüşəm. Lakin, oksigen nə edib? Artıq qalıb. Hamısı reaksiyaya sərf olunmayıb 27 götürsəm də. O zaman baxaq görək nə qədər oksigen reaksiya sərf olunub. Aha, yazırıq sol tərəfi əmsalları ilə birgə. Mən görürəm ki, bildim ki 27 qram alüminium götürmüşəm və onun 27-si də tamamilə sərf olunub ki, reaksiya axıra qədər gedib. Aha. Aşağı isə 108, aşağısı 96. Oksigeni tapacağam ki, oksigen nə qədərdir. Buradan X-i hesablayıram. 108 aşağı 27 vur olsun 96. Buradan hesablama aparsaq 108 ilə 27-ni ixtisar getsə 4, 96-nı da 4-ə böldüyümüz zaman 24. Yəni 27 qram oksigen götürməyimə baxmayaraq 24 qram reaksiya sərf olunub. O zaman neçə qram oksigen reaksiyaya daxil olmamışdır? 3 qram. Deməli, doğru cavabımız C variantıdır. Mən burada bu ikinci hissəni tənasüblə qurdum, hesabladım. Lakin bunu bu cürə də hesablaya bilərdik. Biraz da daha da sadələşdirim. Ki, mən necə rahatdır o cürə hesablayar. Aha. Deməli, yazdıq mı belə? Elə buradan da yaza bilərəm üzərində. Deməli, biz tapdıq ki, A-lar neçə qramdır? 27 qramdır. Lakin
Alüminium tam sərf olunub. Ona görə alüminium üzərinə yazmışam. Oksigen nə qədər sərf olunub bilmirik. Məchulda 27 qram götürmüşəm, lakin hamısı reaksiya daxil olmayıb. Biz də bilirik ki, kütlələrin saxlanması qanununa əsasən reaksiya daxil olan maddələrin kütlələri cəmi bərabərdir alınan maddələrin kütlələri cəminə. Yəni 27 plus x bərabərdir 51 yazıram. Buradan x hesabladığım zaman 51 minus 27, yəni 24 alacağam. Deməli, oksigenin reaksiya daxil olan miqdarı 24 qrammış. Mən isə 27 qram götürmüşüm. Neçə qram artıq qaldı? 3 qram. Bu daha sadə yolla tapılmasıdır əvvəlki qaydaya nisbətən. Yenə də doğru cavabımız C variantı alındı. Aha, növbəti sualımıza baxırıq. Kalsium və oksigenin reaksiyasıdır və eyni kütləlidir. Əvvəlki məsələlər kimi bu qədər kalsium oksidi alınıb, qabda hansı maddə və neçə qram artıq qalmışdır. Aha, burada baxın, əvvəlki məsələlərdə artıq qalan maddəni adını deyib bizdən soruşurdu. Lakin burada artıq adını da demir. Biz özümüz tapmalıyıq ki, hansı maddə artıq qalır və neçə qram artıq qalır. Aha. Əvvəlcə işimiz nə idi? Reaksiya tənliyini yazmaq. Yazırıq. Kalsium plus oksigen və alınan maddəni də verib bizə kalsium oksid alınır. İki bəsit maddənin reaksiyası birləşmədi. Ona görə bir maddə alınır, yalnız kalsium oksid yazırıq. Əmsal ikinci işimiz əmsallaşdırmaqdır. Baxırıq ki, sol tərəfdə oksigen 2-dir, sağ tərəfdə 1-dir. Deməli, bura 2 atırıq. O zaman kalsium sağda 2 oldu, burada 2 atıram. Aha, düzəldi. İndi məsələnin şərtini oxuyuram. Deyir, eyni kütləli kalsiumdur. Deməli, məchul formada götürürəm. Yenə A qram kalsium, A qram oksigen. Və deyir ki, 112 qram kalsium oksid əmələ gəlib. Qabda hansı maddə neçə qram artıq qalmışdı? Yenə üstü tənasib aldıq. Aşağılara kütlələrini yazacağıq o zaman. Kalsiumun ayırı 40'dır, 2'yə də vurdum 80, oksigen 32, kalsium oksid 56'dır, 2'yə də vurduğum zaman 112 edir. Aha, yazırıq necə? Yenə müqayisə aparıram ki, görüm hansı böyükdür, hansı kiçikdir. Kiçik olan tam sərf olunur, böyük olandan isə artıq qalır. Aha, kalsium A plus 80'dir. Oksigen A plus 32'dir. Sürətləri bərabər olan məxrəc kəsirləri müqayisə etdiyimiz zaman məxrəci böyük olan kəsir kiçikdir. Deməli, burada məxrəci kiçik olan böyükdür. Yəni, oksigen nədir? Böyükdür. Kalsium isə kiçik rəqəm alındı. Deməli, kiçik olan tam sərf olunur. Yəni, kalsium reaksiya tam sərf olunub. A qram götürmüşəm. Alınan hamısı reaksiya sərf olub. Oksigen isə böyük olduğu üçün oksigendən isə artıq qalır. A qram götürmüşəm, lakin onun müəyyən hissəsi reaksiyaya girir. Aha. Biz əvvəlcə tapaq görək. Başlanğıcda bunları neçə qram götürmüşük? Yəni A-nı hesablayaq. A-nı hesabladığımız zaman tənasibi deməli nəyə görə quracağıq? Kalsiuma görə. Çünki kalsium tam sərf olunmuşdur. Tam sərf olunana görə, yəni kiçiyə görə biz A-nı hesablayırıq ki, əvvəldə neçə qram götürmüşük. Bu zaman 112 bura. Əslində hesablamağa ehtiyac yox idi. Zaten burada A 80 qram alınacaq. Biz tapdıq ki, hər ikisi başlanğıcda 80 qram götürülmüş. Aha. Lakin bilirik ki, oksigen nə edib? Artıq qalıb. O zaman biz bu cavabları silirik. Aha, oksigen artıq qalıb. Baxaq görək nə qədər oksigen artıq qalıb. Əvvəlki kimi hesablamaq istəsəniz, A-nı 80 tapmışıq, 80-də reaksiyaya girib. Aha, burada isə A götürsək də onun hamısı reaksiyaya girməyib. Soldakıların cəmi bərabərdir sağdakıların cəminə, yəni 112. 80 plus x bərabər 112. Buradan x-i hesablasam, x edəcək 32. Deməli, 80 qram oksigenin 32'si reaksiya daxil olub. Bəs neçəsi artıq qalıb? 48 qramı isə artıq qalmışdır. Oksigenlə. Doğru cavabımız olacaq A variantı. Növbəti sual. 5 qram kalsium və 5 qram kükürt arasında baş verən reaksiya zamanı maddələrdən biri tam reaksiya daxil olmuşdur. Bu reaksiya üçün hansı ifadələr doğrudur? Fikir verirsinizsə, əvvəlki məsələlərdə neçə qram götürüldü demirdi. Sadəcə eyni kütləli götürüldü deyirdi. İndi isə rəqəmlərini də bizə hazır şəkildə verib. Əvvəlcə nə edirik? Reaksiya tənliyimizi yazırıq. Kalsium plus kükürt alınır. Birləşmə reaksiyasıdır. Kalsiumda 2 valentli, kükürtdə biner birləşmələrdə 2 valentli olduğu üçün
formulumuz kalsium S şəklindədir. İkinci işimiz nə idi? Əmsallaşdırmaq. Baxırıq ki, sol və sağda kalsium və kükürdlərin sayı bərabər olduğu üçün əmsala ehtiyac yoxdur. İndi verilənləri üzərinə qeyd edək. 5 qram kalsium, 5 qram kükürt arasında baş verir. Reaksiya üçün hansı ifadələr doğrudur? Fikir versiniz, cavablarda kalsium S-in alınan miqdarını da bizdən soruşur. Deməli, bunun üzərində x qram yazıb kalsium S-in alınan miqdarını tapacağıq. Aha, indi nə edirik? Yenə aşağı kütlələrini, emirlərini yazdıq. Müqayisə bu şəkildə oldu. Nə etməliyik? Hansı artıq qalıb? Onu tapmaq üçün müqayisə etməliyik. 5 böl 40-la 5 böl 32-ni müqayisə etdikdə görürük ki, 5 bölünsün 40 daha kiçikdir. Yəni, kalsium tam sərf olunub. Böyük rəqəm isə nə edib? Artıq qalıb. Kükürt isə artıq qalıb. Deməli, artıq qalan kükürtdür. O zaman D variantını silirik. C variantında da səhv etmirəmsə kalsium yazılmalı idi. Burada düşməyib. C-ni də atırıq o zaman. Aha, baxırıq indi X-i tapırıq. Nəyə görə X-i tapırıq? Tam sərf olunana görə, yəni kalsiuma görə. Bu zaman X-i hesabladığımız zaman 40 aşağı. Aha, 40 aşağı 5 vur 72 isə yuxarı. Buradan hesablayanda 40 ilə 5 8, 72-ni 8-ə böldükdə isə 9 alınır. Biz tapdıq ki, neçə qram kalsium S alınıb? 9 qram. Bunu tapdıq. Onu da bizim cavabımız B-də deyil, ya A variantıdır, ya da Y variantıdır. Baxaq. İndi biz tapdıq ki, hansı maddədən artıq qalıb? Kükürddən. Görək kükürddən neçə qram artıq qalıb. Başlanğıcda kalsium da 5 qram götürmüşdük. Kükürdü də 5 qram götürmüşdük. Kalsium tam sərf olundu, 0 qram qaldı. Yəni artıq qalmadı. Kükürdün isə müəyyən qədər sərf olunub. Gəlin tapaq görə kükürd nə qədər sərf olunub. Kükürdün üzərinə o zaman bura bir A yazaq. Soldakıların kütlələri cəmi bərabərdir sağdakıların kütlələri cəminə. Yəni 5 plus A bərabərdir 9. A-nı tapdıqda 4 tapırıq. Bu nə deməkdir? Yəni 5 qram kalsium reaksiya daxil olduqda 4 qram kükürt sərf olunur. Mən isə başlanğıcda neçə qram kükürt götürmüşüm? 5 qram. Onun 4-ü sərf olunubsa neçə qramı artıq qalıb? 1 qramı artıq qalıb. O zaman bizim doğru cavabımız Y-də deyil, A variantıdır. 9 qram kalsium sülfid alınıb, 1 qram kükürt isə artıq qalıb. Növbəti məsələyə baxırıq. Bunlar da əvvəlki məsələlərdəndir. 20-ci məsələ toplunun sualıdır. Aha, kalsiumdan kükürdün reaksiyasıdır. Reaksiya daxil oldu. Alındı deməli kalsium S. Aha, əmsala ehtiyac yoxdur. 4 qram kalsiumdur. 4 qram da kükürdür. Hansı ifadələr doğrudur deyir. Kalsium S-i də soruşur x qram. Aha, aşağı emirlərini yazdıq. Yenə müqayisə aparırıq. 4 böl 40, 4 böl 32-ni müqayisə etdiyimiz zaman görürük ki, 4 böl 32 daha böyükdür. Deməli, az olan 4 böl 40-dır, yəni kalsiumdur. Deməli, tənasibi kalsiuma görə qurub, x-i nə edəcəm? X-i hesablayacağım. Aza görə həmişə hesablayırıq da, dedik ki. Aha, o zaman biz buradan x-i hesablasaq, 7,2 qram edir. Deməli, mən tapdım ki, kalsium S neçə qram alınır? 7,2 qram. O zaman biz A-nı atdıq, C-ni atdıq, Y-ni atdıq. Aha. İndi isə biz hər ikisini başlanğıcda dedik neçə qram götürmüşük? 4 qram. Kalsium 4-ü də sərf olunub, artıq qalmayıb. Amma kükürdün müəyyən qədər sərf olunub. Tapaq görə kükürddən neçə qram sərf olunub? Yəni 4 qram kalsiuma görə neçə qram kükürd lazımdır? Buna x desək, çünki kükürdü 4 qram götürsəm də hamısı reaksiya daxil olmuyor. Soldakıların kütlələri cəmi bərabərdir sağdakıların kütlələri cəminə. 4 plus x bərabər 7,2. X də bərabərdir 3,2. Yəni 3,2 qram kükürd reaksiya daxil olub. Yəni 4 qram kalsium reaksiya girəndə 3,2 qram kalsium sərf olunur. O zaman mən isə başlanğıcda götürmüşüm 4 qram kükürt. 3,2 qram sərf olunubsa 0,8 qram kükürt nə edib? Artıq qalıb. O zaman bizim doğru cavabımız olacaq D variantı. Növbəti suala baxırıq. Bu sualda artıq eyni kütlədə deyil, kütlələri fərqlidir götürülən başlanğıc maddələrin. Reaksiyamızı yazırıq. Reaksiyamızı yazdıq. Alınır kuprum S cavablardan, variantlardan
görünür. Əmsalı ehtiyac yoxdur. Aha. İndi şərti oxuyuruq. Deyir ki, 12,8 qram mis reaksiya daxil olub. 12,8 qram mis reaksiya daxil olub. Şur isə 8 qram. Bu reaksiya üçün hansı ifadələr doğrudur? Kupr mesi soruşur bizdən. İndi baxırıq. Mis 64-də, əmsal 1-dir. Şur 32-də, əmsal 1-də. Yenə nə edirik? Üçlü tənasüb alındığı üçün yenə müqayisə edəcəyik. 12,8-i böləcəyim 64-ə. Bir də 8-i böləcəyim 32-yə. İstəyirsinizsə rəqəmləri bölüb hesablayıb tamla müqayisə edə bilərik. Amma ən rahatı məncə hər ikisində məxrəcini eyniləşdirmək rahatdır. Hər ikisinin məxrəcini eyniləşdirmək üçün neçəyə vuracağım? 2-yə. O zaman bura olacaq 64. 8-i isə 2-yə vurduğum zaman olacaq 16. Aha. İndi isə rahat müqayisə apara bilərəm. Məxrəcləri eynidir. Sürəti böyük olan kəsir daha böyükdür. Yəni, kükürt böyükdür. Biz də demişdik ki, böyük olan artıq qalandır. Kiçik olan rəqəm isə tam sərf olunandır. Yəni, mis reaksiyaya tam sərf olunub. Aha. Misə görə mən deməli tənasübümü nə edəcəm? Həll edəcəm. Aha. Misə görə onda mən kompromisi tapam. Çünki mis tamamilə reaksiya sərf olunub da 12,8-in 12,8-də tam sərf olunub. Ona görə də biz axtarırıq ki, 12,8 qram mis reaksiya daxil oldu da neçə qram kompromisi alınır? X bərabərdir 64 məxrəcə 12,8 vur 96-nı isə sürətə yazırıq. Biz əgər bunu fərz eləsək ki, 128-dir böləndə neçə qalır? 2. Lakin 128 deyildi də 12,8-dir. O zaman 0,2. 0,2-ni isə 96-ya vururuq. Ən rahatı 96-nı 2-yə vuraq. Bu edəcək nə qədər? 192. Axı 10 dəfə balacaydı 0,2 idi. 2 deyildi. O zaman nedir? 19,2. Və bizə kalkulyatora heç ehtiyac qalmadı. Tapdıq ki, neçə qram kompromisi alınıb? 19,2 qram. Aha. O zaman biz 8 qram kükürt götürsək də, deməli bu kükürdün hamısı reaksiya tam sərf olunmuyor. Tapırıq, görürük ki, bu neçə qram sərf olunub, qram götürürəm. Biz dedik ki, soldakıların kütlələri cəmi bərabərdir sağdakıların kütlələri cəminə. Yəni 12,8 plus A bərabərdir 19,2-yə. Buradan hesablasaq A-nı, A bərabər edəcək. İndi mən 19,2-dən çıxıram. 12,8-i bu edər 6,4 qram. Yəni nə deməkdir? 12,8 qram isə 6,4 qram kükürt lazımdır reaksiya daxil olması üçün. Mən isə kükürdü başlanğıcda neçə qram götürmüşüm? 8 qram. Onun 6,4-ü reaksiya sərf olunub. Deməli 1,6 qram kükürt nə etmişdir? Artıq qalmışdır. Doğru cavabımız olacaq o zaman A variantı. Aha. Növbəti məsələyə baxırıq. Yenə eyni kütləli götürülüb, reaksiya verilib, əmsala ehtiyac yoxdur. Aha. Və bizə deyir ki, eyni kütləlidir, M qramdır, M qramdır. Və deyir ki, reaksiya tənliyinə əsasən 4 qram maqnezium artıq qalır. Aha, məsələnin artıq şərti dəyişdi. Əvvəl artıq qalan maddəni özümüz tapırdıq. İndi isə özü deyir ki, maqneziumdan artıq qalıb və 4 qram artıq qalıb. Aha, deməli M qram götürmüşəm. Lakin nə qədər reaksiya girib? M-4 qədər reaksiya girib. Aha. Maqnezium nə verir? 24-də, əmsalda 1-dir, kükürddə 32-dir. O zaman mən buradan M-i gəlin tapım. M-i tapsam tənasüblə 24M bərabərdir 32 vur M-4. Buradan bunu həll eləsəm, sağ tərəfə həll eləsəm 32M minus 32-ni də 4-ə vursam 128 edəcək. Aha, belə. Aha. Buradan M-i keçirsəm sol tərəfə 32M-lə 24M çıxdığım zaman alınacaq 8M bərabərdir 128 işarələri mənfiləri ya da belə deyək daha 32M
İşarələr, yəni mənfilər bir-birinə böldüyümüz zaman belə alınsa da, mənfi alınsa da, böldüyümüz zaman gedəcək və yaxud da 24-imi sağa keçirib 128-i sola çevirsəydik, mənfilər gedəcəkdi. 128-i böləcəyik 8-ə, bu da edər 16, yəni n bərabərdir 16-ya. Biz tapdıqca ki, hər ikisi başlanğıcda neçə qram götürülüb? 16 qram. Lakin maqneziumdan özü şərtdədir. Neçə qram artıq qalmışdır? 4 qramı. Deməli 16 qram götürsəm də maqneziumun 12 qramı reaksiyaya daxil olub. İndi artıq istəsəm belə də yaza bilərik. Kütlələrin saxlanma qanunu əsasən tənasüblə də yaza bilərik. Aha. Biz tapdıq ki, maqnezium 12 qram reaksiyaya daxil olub. Kükürt isə 16 qramın 16-sı da reaksiyaya daxil olub. Soldakıların kütlələri cəmi demişdik bərabərdir nəyə? Sağdakıların kütlələri cəminə. Yəni 12 ilə 16-nı topladığımız zaman 28 qram maqnezium edir. Maqnezium sulfit deməli 28 qramdır. Doğru cavabımız 28-dir. Bunu gəlin istəyirsiniz tənasüb yolundan da həll edim. Tənasüb yolu ilə həll etsək. Aşağıda bir dənə yazım. Ya kükürdə görə, ya maqneziuma görə fərqi yoxdur. Gəlin kükürdə görə yazaq. Kükürddən maqnezium alınıb, əmsalları yox idi. Aha, kükürd 32-dir. Yuxarısı 16 qram götürmüşdüm. 16-sı da tam reaksiya daxil olub. Çünki M-i 16 qram tapdım. Maqnezium S-ində M-ni hesablasaq 24 maqneziumdur, 32-də o edəcək 56 qram. Buna maqnezium hesablayırıq. X deyərəm. X-i buradan tapanda 32 aşağı 16 vur 56. 32-dən getdi 2. 56-nı 2-yə böldüyümüz zaman 28. Gördüyümüz kimi kütlələrin saxlanması qanunu ilə eyni aldıq cavabımızı. Növbəti məsələyə baxırıq. Yenə bərabər kütlədə götürülüb. Bu reaksiyadır. Hansı qazdan və neçə litr artıq qaldığını hesablayın. Reaksiya təhlilimizi yazarıq. Karbon qazı ilə amoniak reaksiya girir. Bu karbamid gübrəsinin alınma reaksiyasıdır. Karbamid gübrəsi alınır və bir də su alınır. Mütləq işimiz demişdik nədir? Reaksiyanı əmsallaşdırmaqdır. Əmsallaşırsaq bura 2 düşür. Daha sonra şərtimizi oxuduq. Bərabər həcmdə. Artıq bərabər kütlədə demir. Bərabər həcmdə deyir. Bərabər həcmdə dediyi üçün bunu da V ilə götürək. Ya istəyirsiniz A yox, V götürürəm. V litr götürürəm. Bunu da V litr götürürəm. Və deyir ki 36 qram su alınıb. Su 36 qram alınıb. Bu zaman hansı qazdan və neçə litr artıq qaldığını müəyyən edindir. Qram gördüyüm üçün aşağı emirlərini yazdım. Burada isə litr gördüyüm üçün aşağı litrlərini yazacağım. Normal şəraitdə 23.4 yazacağam. Burada isə qarşısında əmsal var. 23.4 2-yə vurdu. 44.8. Yenə üstü tənasüb alındı. Nə edirik? Əvvəlkilər kimi. Yəni litrlə verməyə bizi çaşdırmasın. Müqayisə etdiyimiz zaman görürəm ki, sürətləri eynidir, məxrəcləri fərqlidir. Məxrəci böyük olan kiçikdir. Yəni kiçik olan reaksiya tam sərf olunan deməli hansıymış? Amoniak imiş. Artıq qalan isə hansıymış? Karbon qazı. O zaman A variantı, Y variantı getdir. İndi baxaq. Məsələmizdən V-ni tapaq. Deməli biz dedik ki, tam sərf olan hansıdır? Amoniakdır. O zaman amoniaka görə hesablayırıq. V-ni buradan tapırıq. V bərabər olacaq 89,6 litrə. Biz tapdıq ki, hər ikisini başlanğıcda neçə litr götürmüşük? 89,6 litr götürmüşük. Lakin karbon qazının hamısı reaksiyaya nə edib? Daxil olmayıb. O zaman biz hesablayaq görək. Biz amoniakı nə qədər tapdıq? 89,6 litr. Hamısı da reaksiya girib. Biz o zaman hesablayaq görək. 89,6 litrə nə qədər karbon qazı lazımdır? Onu hesablayırıq. Tənasübümüzü həll etsək. Buradan X-i tapdıq da X bərabər edəcək 44,8-ə. Deməli, mən başlanğıcda 89,6 litr karbon qazı götürsəm də onun 44,8 reaksiya daxil olub. Deməli, 44,8 litr CO2 isə, karbon qazı isə artıq qalmış. Doğru cavabımız C variantı olacaq. Növbəti sualımız natriumla kükürdün reaksiyasından bu qədər natrium natrium sulfid alınmış və 4 qram kükürd artıq qalmışdır. Başlanğıcda neçə qram kükürd götürülmüşdür?
Natriumla kükürdün reaksiyasıdır. İki bəsit olduğu üçün birləşmədir. Bir maddə alınır, formulda verib bizə. Mütləq ki, nə etməliyik? Əmsallaşdırmalıyıq. Sağda 2 natrium var, solda da 2 natrium olmalıdır. 2 yazırıq. Aha, indi şərtimizi oxuyuruq. 7,8 qram natrium sulfid alınıb və 4 qram kükürd artıq qalıb. Başlanğıcda neçə qram kükürd götürülmüşdür? Məncə bu məsələdə nəsə şərtdə biraz səhvlik var. Bu məsələdə götürülməlidir ki, yaz qeyd etməliydik ki, eyni götürülmüşdür də, natrium və kükürd eyni miqdarda. Yox, heç bir səhvlik yoxdur, yox. Heç bir səhvlik yoxdur. Aha. Biz o zaman yazırıq, kükürdün aşağısı 32-dir, mr, natrium sulfidin isə mr 23, 23, 46, 46 plus 32 edəcək 78 qram. Aha, biz tapa görə kükürd nə qədər sərf olunub. Yəni 7,8 qram natrium sulfid alınması üçün neçə qram kükürd reaksiya daxil olub, onu hesablayırıq. Nə qədər kükürd sərf olunub. Buradan x-i tapdığımız zaman edir 3,2. Yəni bu qədər natrium sulfid alınması üçün bu qədər kükürd götürməliyəm. Axı 4 qram da artıq qalıb. Əvvəldə də o 4 sonda da 4 qram artıq qalıb. Deməli əvvəldə neçə qram mən kükürd götürmüşəmmiş? 7,2 qram. Başlanğıcda 7,2 qram kükürd götürmüşəm. 4-ü artıq qalıb. 3,2-si isə reaksiya sərf olunub. Doğru cavab Y variantıdır. Növbəti məsələyə baxırıq. Aha. Sinklə kükürdün reaksiyasıdır. Sinki salınıb şərtlərdən görünür. Əmsala ehtiyac yoxdur. 15 qram sinkdir. Biraz əvvəl bunun oxşarını işləmişdik. Toplu sualıdır. 6,4 qram isə kükürddür. Nə qədər sinki salınır onu axtarırıq. Aha. Yenə nə edirik? Emirlərini yazırıq aşağılara. 65-dir. 32-dir. Bu isə emiri hesablayanda 97-dir. Aha. Üçü tənasüb alındı. Yenə nə edirdik? Müqayisə edirdik. Müqayisə edirik o zaman bu kəsirləri. Müqayisə etsək 15-i bölsək 65-ə alınacaq 0,23 təqribi olaraq. Bir də 6,4-ü böləcəyik 32-yə. O da təqribi 0,2 alınacaq. Yəni belə müqayisə etsək bunu 0,20 kimi, bunu %23 kimi götürsək, təbii ki, %23 daha böyükdür. Yəni sink böyükdür. Böyük olandan nə edirdi? Artıq qalırdı. Kiçik olan isə tam sərf olunur. Deməli artıq qalan sinkdir. O zaman bunu atdıq, bunu atdıq, bunu atdıq. Aha. Sinkdən artıq qalıb deməli. Baxın görə nə qədər sink artıq qalıb və nə qədər sinkes alınıb. Deməli biz tam sərf olunana görə, yəni kükürdə görə tənasübümüzü quracağıq. Aha, kükürdə görə tənasübü qurub nə qədər sink sulfid alınıb onu hesablayırıq. Buradan x-i hesablasaq bərabər edəcək. Görürük ki, yuxarı aşağıdan 2 dəfə böyük, 10 dəfə balacadır. X də 97-dən 2 dəfə böyük olacaq, 10 dəfə balaca olacaq. Yəni 19,4 alınacaq. 19,4. Biz tapdıq ki, sinkes neçə qram alınıb? 19,4. Kükürdün hamısı reaksiya sərf olunub, amma sink 15 qram götürməmə rağmen hamısı reaksiya girməyib. Baxaq görək nə qədər reaksiya girib. Soldakıların kütlələri cəmi bərabərdir sağdakıların kütlələri cəminə. Yəni mənim tənliyim budur. Buradan mən x-i hesablasam 19,4-dən 6-nı çıxacam, edəcək 13 qram. Deməli 13 qram sink reaksiya sərf olunub. Mən isə sinki başlanğıcda neçə götürmüşdüm? 15. Onun 13-ü sərf edib olunubsa reaksiya neçə qram artıq qalıb? 2 qram sink artıq qalıb. Doğru cavabımız olacaq B variantı. Növbəti məsələyə baxırıq. Güvənin sualıdır. X3, Y2 birləşməsində elementlərin kütlə nisbəti bu şəkildədir. Elementlərin kütlə nisbəti 9-un 2-yə kimidir və bizə deyir ki, eyni kütlədə götürülmüş X və Y reaksiya daxil olduqda 12,5 qram X3, Y2 əmələ gəlib, artıq qalan maddəni və kütləsini, yəni neçə qram artıq qaldığını hesablayın deyir. Aha, nə edirik? Bizə görürük ki, burada X və Y hansı kütlə nisbətindədir? 9-un 16-ya kütlə nisbətindədir. Yəni, bu kütlə nisbətində götürsək, ümumi qarışıq neçə qrammış? 25 qram qarışıqdır. Və biz deyirik ki, bizə şərtdə eyni kütlədə götürülüb X və Y. Deməli, o zaman mən
X və Y eyni kütlədə götürülübsə, o zaman mən hər ikisini də 16 qram götürüm də böyük kimi 9-dan 16-ya nisbəti daxil hər ikisini 16 götürüm ki, hər ikisini 16 qram götürdüm. Aha. Və bu hər ikisini biz 16 qram götürdükdə görürük ki, nə qədər artıq qalır? 9-u reaksiya girir də. 16-dan 9 çıxırıq. Neçə qram artıq qalır? 7 qramı artıq qalır. Nədən artıq qalır? X-dən. Deməli, hər ikisi eyni kütlədə. Yəni, hər ikisini 16 qram götürsəm, 7 qram X artıq qalacaq. Deməli, qarışıq, reaksiya daxil olan qarışıq nə qədərdir? Yəni, əmələ gələn maddənin kütləsi biz bilirik ki, reaksiya daxil olan maddələrin kütlələri cəmi bərabərdir alınan maddələrin kütlələri cəminə. Yəni, bunların kütlələri cəmi bərabərdir sağdaşların. Yəni, bu 9, 16 kimi reaksiya daxil olursa, alınan maddənin kütləsi neçə qram olacaq? 25 qram. Bu o deməkdir. Yəni, mən görürəm ki, əgər eyni kütlədə götürmüşəmsə hər ikisini 16-16, reaksiyadan alınan maddənin kütləsi 25 olacaq. Və bu 25 qram olduğu zaman, X3Y2 25 qram alındığı zaman neçə qram X artıq qaldı? 7 qram. 7 qram X artıq qaldı. Mən tapıram ki, 12,5 qram X3Y2 əmələ gəldiyi zaman bəs neçə qram X artıq qalır? Buradan X hesablasam alınır 3,5. Doğru cavabımız olacaq. Artıq qalan maddə X-dir. Və nə qədər artıq qalır? 3,5 A variantı. Aha. Digər məsələ, bu da əvvəlki məsələyə oxşuyur. Güvənin sualıdır. Şərt demək olar ki, eynidir. Birləşməsində elementlərin kütlə nisbəti 9-un 16-ya kimidir. Eyni kütlədə götürülmüş. X-Y reaksiya girdikdə 14 qram X artıq qalan X3Y2-nin kütləsini müəyyən edin. Yəni, deyir ki, 14 qram X artıq qalır. X3Y2-nin kütləsini müəyyən edin. Fikir versəniz, əvvəlki məsələdə artıq qalanı biz tapırdıq. İndi isə artıq qalanı özü verib, biz neçə əmələ gələn X3Y2-nin kütləsini hesablayırıq. Aha. X3Y2-dir. Bunun əmələ gəlməsi üçün X-dən Y reaksiya daxil olur. Aha. Və biz görürük ki, 9-un 16-ya nisbəti kimidir və yenə deyir ki, eyni kütlədə götürülüb. Eyni kütlədə götürüldüyü dediyi üçün biz o zaman hər ikisini 16 qram götürək başlanğıcda. Biz də bilirik ki, 9-un 16-ya nisbəti kimidir. Yəni, 16Y-ə 9X lazım olacaq. Doğrudurmu? 16Y-ə 9X lazımdır. Mən isə hər ikisini başlanğıcda 16 götürmüşəm. Deməli, bu 16-nın 16-sı da reaksiya girir. Lakin X-dən 16 minus 9-u 9-u reaksiya girir, 16 minus 9, yəni 7 qram isə nə edir? Artıq qalır. Deməli, X-dən 7 qram artıq qalır. Və alınan nə qədər olur onda alınan maddənin kütləsi? Əgər bu 7 qram girirsə, bu da 16 qram girirsə, alınan maddə soldakıların cəminə bərabərdir. Yəni 25 qramdır. Mən tapdım ki, 25 qram X3Y2 alınırsa əgər, neçə qram X maddəsi artıq qaldı? 7 qram. Bəs 14 qram X maddəsi artıq qalarsa, neçə qram? Neçə qram X3Y2 maddəsi əmələ gəlir? Buradan A-nı hesabladığımda A-nı tapıram 50. Əvvəlki məsələnin tərsi idi, belə deyək. Doğru cavabımız o zaman olacaq A variantı. Növbəti suala baxırıq. 10 qram alüminium üzərinə 16 qram kükürt əlavə edilərək qızdırıldıqda maddələrdən biri tam sərf olunur. Reaksiyadan sonra artıq qalan maddənin kütləsi, reaksiya məhsulunun kütləsini tapın. Aha, alüminiumdur və kükürtdür. Reaksiya daxil olanlar. Əvvəl də dedik ki, alüminium 3 valentli kükürtlə binar birləşmələrdə 2 valentlidir. O zaman bu şəkildə alınır. Əmsallaşdırmalıyıq mütləq 3 bura, 2 bura. Daha sonra şərtimizi oxuyuruq. 10 qram alüminium deyir. Yazdım üzərinə 16 qram kükürt deyir. Və bizə alüminium sulfidin kütləsini istəyir. X qram. Aha. Emeri 27-dir. 2-yə vurduğumuz zaman 54. Kükürt 32-dir. 2-yə vurduğumuz zaman 3-ə vurduğumuz zaman 96 edir. Alüminium sulfidin də emeri 150 olmalıdır. Aha. Yenə üstü tənasüb alında nə edirdik? Müqayisə yolu ilə gedirdik. 10 böl 54 ilə 16 böl 96 kəsirini müqayisə edərik. Onu 54-ə böləndə təqribi 0,5
%18 alınacaq. 16-nı 96-ya da böləndə təqribi 0-dan %16 alınacaq. Müqayisə etdiyimiz zaman görürük ki, %18 %16-dan böyükdür. Yəni alüminium kükürddən böyükdür. Biz də demişdik ki, böyük olan artıq qalır. Deməli, artıq qalan maddə hansıdır? Alüminiumdur. Artıq qalan maddə. Kükürd tam sərf olunub. Deməli, o zaman mən kükürdə görə, tam sərf olunana görə reaksiya məhsulunun alüminium sülfitin alınan kütləsini tapacaq. Buradan x hesablasaq, 96 məxrəcə 16 vurur 150 də bu şəkildə. Buradan bunu hesabladığımız zaman 16, 96 vurur 150, x alarıq 25. X-i tapdıq 25. Yəni alüminium sülfit neçə qram alınmış? 25 qram alınmış. Tapdıq. 25 qram alınıb. Alüminium 10 qram götürmüşəm. Lakin onun hamısı reaksiya girməyib də artıq qalıb. Görək nə qədər artıq qalıb. X plus 16 x deməyək, gəlin A deyək. Əvvəl x-dən işarələmişdik. A plus 16 bərabərdir 25. Buradan o zaman mən A-nı hesablasam 25-dən 16 çıxacaq 9 qram. Bu nə deməkdir? Yəni alüminium başlanğıcda 10 qram götürsəm də onun 9 qram reaksiya sərf olunub. 1 qram isə nə edib? Artıq qalıb. Deməli, artıq qalan məhsul 1 qram alüminiumdur. Reaksiya məhsulunun kütləsi isə 25 qramdır. Növbətiyə baxırıq. Növbəti mislə kükürdün qarşılıqlı təsiridir. Mislə kükürd qarşılıqlı təsirdə olur. Kupru misi alınır və buradan alınan mis 2 sulfidin kütləsini verib 48 qram və bizə deyir ki, neçə qram kükürd mis girib 4 m qram, neçə qram kükürd girib m qram cədvəldə verilib. Bizə deyir maddələrdən biri tam reaksiya daxil olarsa m-i tapın. Reaksiyadan sonra qabda olan bərk qalığın tərkibində kuprumesin kütlə payını faizlə hesablayın. Bu toplumun ətraflı yazısında olan test tapşırığıdır. Kütlələri aşağı emirlərini yazırıq. Əmsal ehtiyacı yox idi. 32 kuprumesi də topladığımız zaman edəcək 96. Yenə belə bir üçlü tənasib oldu. Aza görə hesablama aparacağıq. Görək hansından artıq qalır, hansı tam sərf olunur. O zaman 4m böl 64 ilə m böl 32-ni müqayisə eləsək, yəni rahat müqayisə üçün hər ikisinin məxrəcini eyniləşdirək. Yəni m böl 32-ni neçəyə vuracağım? 2-yə vuracağım sürətində məxrəcində. O zaman məxrəci olacaq 64, sürəti olacaq 2m. Müqayisə etdiyimiz zaman görəcəyik ki, məxrəclər eynidir. Sürəti böyük olan daha böyükdür. Yəni 4m böl 64 böyükdür. Yəni mis böyükdür. Deməli mis nə edib? Artıq qalıb. Mis artıq qalıb. Tam sərf olunan o zaman hansı imiş? Kükürdmüş. O zaman biz tam sərf olunanı görə m-i hesablayıb tapacağıq. Buradan m-i hesablasaq m edəcək 16. Biz tapdıq ki, m 16 qramdır. Necə rahat tapdım? 96 32-dən 3 dəfə böyükdür. 48 də deməli m-dən 3 dəfə böyükdür. Bu şəkildə və yaxud tənasüblə hesablayıb tapa bilirsiniz. M bərabərdir 16. O zaman deməli m 16-dır. Mən tapdım ki, kükürd neçə qram götürülüb? 16 qram. Kükürd 16 qram götürülüb. Tapa görə 16. O zaman mis neçəymiş başlanğıcda? 4 emmiş. Düzdür? 4-ü də m-ə vuranda, yəni 16-ya vuranda 64. 64 qram mis götürmüşəm başlanğıcda. Amma hamısı reaksiya girməyib, artıq qalıb. Mən tapım görüm neçə qram mis artıq qalıb. Soldakıların kütlələri cəmi bərabərdir sağdakıların, yəni alınan maddənin kütləsi cəmini. Yəni A plus 16 bərabər 48 tənliyini həll etsəm, A bərabərdir 22. Yəni 22 qram mis reaksiya daxil olub. Mən isə başlanğıcda nə qədər götürmüşdüm? 22 olur, yoxsa 32 olur? Bir dəqiqə. 32 qram. 32 qram. 22 yazdım. 32 qram mis nə edib? Reaksiya daxil olub. Mən isə başlanğıcda 64 götürmüşdüm. 32-si giribsə neçə qram artıq qalıb? 32 qram mis artıq qalıb. Bizdən nəyi soruşurdu?
Reaksiyadan sonra qabda olan bərk qalığın tərkibində kupromesin, misçi sulfidin kütlə payını faizdən hesabla. Aha, reaksiyadan sonra mənim bərk qalığım kupromes idi. Bir də misin artıq qalan miqdarı idi. Kupromes nə qədər alınıb, misçi sulfid nə qədər alınıb? 48 qram. Misçi sulfid 48 qram alınıb. Aha, nə qədərsə misdən artıq qaldı, 32 qram da misdən artıq qaldı. Bizə indi deyir ki, alınan bu qarışıqda misçi sulfidin, yəni kupromesin kütlə payını hesabla. Yəni mən tapacağım kupromesin kütlə payı nə qədərdir? Yəni 48 qram kupromes ümumi qarışığın neçə faizini təşkil edir? Ümumi qarışığım da 48 plus 32, yəni 80-dir. 100-ə vuracağım. Bu da edəcək 60%. M-i tap deyirdi. M-i biz biraz əvvəl səhv etmirəmsə 16 tapdıq. Yəni birincinin cavabı 16-dır. İkinci isə kütlə payının tapmaq idi. O isə 60%-dir. Növbəti məsələ artıq alma məsələsidir. Molla bağlıdır. Molla kütlə ilə olması bizi qorxutmasın. Eyni qayda ilə gedirik əvvəlkilər kimi. Reaksiya yazırıq. Hazır əmsallı da verilib. Aha. 6 mol CO. Baxın, mollanın kütlə deyil. 4 mol oksigen reaksiyaya daxil olub, hansı qazdan və neçə mol artıq qalar deyilir. Aha, aşağı molların yazırıq. Artıq yuxarı mol olduğu üçün aşağı kütlə yazmırıq da. Təbii ki, mol yazacağıq. Əmsalı 1-dir, 1 yazıram. Müqayisə eləyəndə biz görürük ki, ya istəyirsiniz elə kəsirlə müqayisə eləyin, ya da indi deyəcəm. Baxın, kəsirlə müqayisə eləsəniz 6/2 3 edəcək. Bu da 4-dür. 3 ilə 4-ü müqayisə edəndə təbii ki, sağdakı böyükdür. Yəni oksigen böyükdür. Yəni oksigendən artıq qalıb. O zaman B-ni atırıq. Oksigendən artıq qalıb. Və yaxud başqa nə cürə edə bilərdik? Biz görürük ki, bir oksigen girəndə ondan 2 dəfə çox nə lazımdır? CO lazımdır. Əgər 4 oksigen girirsə, ondan 2 dəfə çox CO lazım olar. 8 olar. Deməli, onda biz əksindən baxırıq. 2 CO girəndə 1 oksigen lazımdır. Yəni 2 dəfə az lazımdır ondan. 6 mol CO girəndə isə deməli, onda neçə mol oksigen lazımdır bizə? 3 mol oksigen lazımdır. Deməli, biz görürük ki, 4 mol oksigen götürsəkdə onun 3 reaksiya sərf olunur. 1 mol oksigen artıq qalır. Doğru cavabımız C variantıdır. Əvvəlki qayda ilə həll etsəksə necə həll edərdik? Biz gördük ki, 4 sağ böyükdür, yəni oksigendən artıq qalmışdı dedik. O zaman oksigenin üzərinə bir məhsul yazaq, A yazaq. Buradan A-nı hesablayardıq. Görərdik ki, 3-dür. Həqiqətən də əvvəlki kimi 3 mol oksigen nə edib? Reaksiyaya sərf olunub. Sən isə götürmüşsən 4 mol oksigen. 4 minus 3, 1 mol isə artıq qalıb. Növbəti məsələ litrlə verib. Yenə bizi qorxutmasın, nə ilə verməyim. Reaksiyanı yazırıq. CO2-dir, alınıb, mütləq əmsallaşdırırıq. Verilənlər üzərində qeyd edirəm. 6 litr, 3 litr və 4 litr CO2 alınıb. Aşağı 23-14 falan yazmağa ehtiyac yoxdur. Çünki məsələnin şərtində n-şı falan heç nə yazmayıb. Deməli, elə əmsallar nisbəti kimi də götürə bilərik. O zaman bunun əmsalı 2-dir, bu 1-dir, bu da 2-dir. Aha. Bizə deyir, neçə litr CO və oksigen reaksiyaya daxil olmamışdır. Aha, deməli, hər ikisindən artıq qalır burada. Artıq birindən artıq qalmır. Hər ikisindən artıq qalır. Mən hər ikisini bu qiymət götürsəm də hamısı reaksiyaya girməyib. Deməli, onda bunları bir məhsul deyək. Buna A deyək, buna B deyək. O zaman tapaq. Alınan maddəyə görə biz tapaq görə nə qədər oksigen sərf olunub. 2 CO2 alınanda 1 oksigen lazımdır. 4 CO2 alınanda nə qədər lazımdır? Ondan 2 dəfə az, yəni 2 mol oksigen lazımdır. Sən isə başlanğıcda nə qədər götürmüş? 2 mol deyirəm, 2 litr. Sən isə başlanğıcda 3 götürmüşdün. Onun ikisi reaksiyaya giribsə, neçəsi artıq qalır? 1-i. Deməli, doğru cavabım ya A-dır, ya da D-dir. Aha. Ya A-dır, ya da D-dir. İndi baxıram, A-nı tapıram. Yenə A-nı istəsəm oksigenə görə də hesablı tapa bilərəm. CO2-yə görə də tapa bilərəm. Fərqi yoxdur. Baxaq. 2 CO2 alınanda 2 CO reaksiya daxil olur. 4 litr CO2 alınanda da təbii ki 4 litr CO daxil olacaq. Mən isə neçə götürmüşəm? 6.
6 götürmüşəm, lakin onun 4-ü reaksiya sərf olunub, 2 litr artıq qalıb. Doğru cavabımız A variantı. Növbəti bir sual. 80 litr Y-lə 20 litr X qazlar qarışdırılır. Bu qazlar arasında aşağıdakı kimi reaksiya daxil olur. Hansı ifadə doğru deyildir? Aha. Reaksiya tənini aşağıda yazım. Doğru deyil istəyir bizdən. Diqqətli olaq. 80 litr Y. Burada baxın bir dənə fikir verin. 80 litr Y çaşı buraya yazırdıq. Ona diqqət edək. 80 litr Y. 20 litr də X-dir. Bu qazlar, əmsalları yazırıq aşağı. Naşı demədiyi üçün əmsal nisbəti kimi yaza bilərik litrləri. 1 litr su litr götürə bilərik yəni. Biz müqayisə aparsaq əvvəlkilər kimi görərik ki, bu 20 böl 1'dir. Bu isə 80 böl 3'dür. Biz buradan görürük ki, böyük olan Y-dir. Yəni Y böyüksə, deməli Y nə edib? Artıq qalıb. Kiçik olan isə tamamilə sərf olunub. O zaman birinci ifadə deyir ki, Y tamamilə reaksiya daxil olur. Bu yanlışdır. Yəni doğru deyil istirdi bizdən. A variantı olur. Digərlərinə baxaq. 60 litr Y reaksiya daxil olur. Yəni yoxlayaq. Baxaq. Biz dedik ki, biz özümüz tapdıq ki, hansından artıq qalıb Y-dən. Deməli, Y tam sərf olunmayıb, amma 20 litr X-in hamısı nə edib? Sərf olunub. Biz o zaman görək neçə litr Y reaksiya daxil olub. 3Y girəndə ondan, belə deyək, 1X girəndə ondan 3 dəfə çox nə girib reaksiya Y. 20 litr X girirsə, 20-dən 3 dəfə çox, yəni 60 litr Y reaksiya daxil olur. Və doğrudur. 20 litr Y artıq qalır. Bəli, 80 litr götürmüşəm başlanğıcda Y-i. 60 litr reaksiya sərf olub, 20 litr isə artıq qalıb. Bu da həqiqətən doğrudur. Ümumilikdə 80 litr qaz reaksiya daxil olur. Bəli, 20 litr X daxil olub, 60 litrdə Y daxil olub, ümumilikdə 80 litr edir. 40 litr Z əmələ gəlir. Gəlin baxaq onun üçündə. 1X girəndə 2 mol Z, 2 litr Z alınırsa, 20 girəndə ondan 2 dəfə çox 40 litr Z alınacaq. Y variantı da doğrudur. Doğru cavabımız oldu. Bizdən səhv istəyirdi. A variantı. Növbəti bir sual. Bu da toplumun sualıdır. Sonuncu sualımızdır. Yine artıq qalmadır. Reaksiyanı yazaq. Mütləqçi nə edirdik? Əmsallaşdırırdıq. Bura 2, bura 2. Hazır şəkildə verilmiş. Elə reaksiyanı biz əmsallı. Deyir ki, başlanğıc maddələrin mol miqdarı A mol SO2, B mol oksigen götürülüb, hansısa maddədən artıq qalıb və C mol artıq qalıb deyir. Bizdən bu qiymətləri istəyir. Burada bu sualda yəni variantlara əsasən işləyəcəyik. Variantları bir-bir yoxlayacağıq. Görürük ki, burada birincidə A-nı 4 götürüb, yəni A nə idi? SO2, SO2-ni 4 götürüb, B-ni isə 3 götürüb, yəni oksigeni isə 3 götürüb və deyir ki, artıq qalır SO2 maddəsindən və 1 mol artıq qalır. İndi gəlin onun doğruluğunu yoxlayaq ki, Z və C-ni həqiqətən də doğru verirmi? Z və C haqqında məlumatları yoxlayaq. Normalda 2-yə 1 2 SO2'ye 2 kükürt oksidə 1 oksigen sərf olunur. 4'ünə o zaman nə qədər sərf olunacaq? Biz onu taparıq. 4'ünə nə qədər sərf olunacaq? 2'yə 1 girirsə, 4'ünə də təbii ki, ondan 2 dəfə 2 girəcək. Taparıq ki, 2. Deməli, o zaman mən neçə mol götürmüşdüm başlanğıcda B-ni, oksigeni 3 mol. 3 götürmüşəm, ikisi sərf olub. Neçə qramı artıq qalıb? 1 qramı. Deməli, birinci ifadə doğrudur. Bunu əvvəlkilər kimi də gəlin həll edək. Deməli, 3 qram idi. Bu da 3 mol idi. Üzr istəyirəm, qram deyirəm. 3 mol idi. Aşağıdakı da əmsalda 1-dir. Belə müqayisə eləsək, 4-ün 2-yədir, 3-ün 1-ədir. Müqayisə etdiyim zaman görürəm, bura 2 alınır. Bu isə 3 alınır. 2 ilə 3-ü müqayisə etdiyim zaman görürəm ki, oksigen böyükdür. Deməli, oksigen artıq qalır. SO2-də isə reaksiya tam sərf olunub. Ona görə oksigen artıq qalır deyə bura A qoyub A-nı hesablayıram. Əvvəlki qaydada tapıram ki, 2 mol oksigen reaksiya girib. Başlanğıcda 3 idi, 3 çıx 2, 1 mol artıq qalıb. İndi ikincinin şərtini yoxlayırıq. İkincinin şərtin birinci düz oldu. Biri götürürük. O zaman C, D deyil cavabımız. İndi ikincide deyir ki, SO2 3 moldur.
Oksigen isə 4 moldur. Aha, normalda 2-nin 1-ə nisbətindədir. Buradan görürük ki 2 SO2 girəndə ondan 2 dəfə az, yəni 1 mol oksigen sərf olunur. 3 SO2 girirsə, ondan 2 dəfə az, yəni nə qədər oksigen sərf olunacaq? 2 mol. Mən isə götürmüşəm oksigeni 4 mol. Onun ikisi sərf olubsa reaksiyaya, 2 qramı artıq qalıb. Aha. Burada isə neçə deyir? 2.5 qram deyir ki, artıq qalır. Dəqiqə mən elə bir necəsə səhvlik elədim. Baxın, 2 mol SO2-dir reaksiyaya daxil olub. 1 qram da oksigendir burada. 1 qram deyirəm, 2 mol SO2, 1 mol 2 dəfə az daxil olur. Aha, 3-dən o zaman burada baxın, 2 mol SO2 götürəndə ondan 2 dəfə az 1 mol oksigen sərf olunur. 3 mol SO2 götürürəmsə ondan 2 dəfə az, yəni 1.5 mol oksigen reaksiyaya daxil olur. Aha, mən isə oksigeni başlanğıcda neçə götürmüşdüm? Başlanğıcda 4 götürmüşdüm. 1.5-i reaksiyaya daxil olubsa, deməli 2.5 oksigen artıq qalır. O zaman ikinci ifadə də doğrudur. Çünki düz yazıb oksigendən artıq qalır və 2.5. Üçüncü ifadəni gəlin yoxlayaq. Üçüncü ifadəni yoxlayaq. Aha, 5 mol SO2, 2 mol da oksigendir. Aha, aşağıda əmsallarını yazırıq. Biz görürük ki, 2 SO2 daxil olanda ondan 2 dəfə az, yəni 1 mol oksigen lazım olur. 1 mol oksigen reaksiyaya daxil olur. 5 mol SO2 götürəndə ondan 2 dəfə az, yəni 2.5 mol oksigen reaksiyası sərf olunacaq. Mən isə başlanğıcda götürmüşəm oksigeni nə qədər? 2 mol. Düzdür? Düzmü yazdıq? Necə dəqiqə? 2 götürəndə 1 reaksiya daxil olur. 5 götürəndə ondan 2 dəfə az reaksiya daxil olacaq. Yəni düzmü gedirik? 5 götürəndə 2 dəfə az 2.5. Aha, bu ümumiyyətlə tamamilə səhv oldu. Deməli doğru cavablarımız 1 və 2 oldu. Yəni A variantı. Bu qədər. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın.